baxın, bir mənsub təhlilçilər elm ədəbiyyatı kitabından misal 17. Değişik təhliliyi həll edin. X-in üstündə kvadrat var. Bax 2 varsa, demək kvadrat təhlildir. Kvadrat təhlilin kökləri necə tapırıq? Necə təhliliyi həll edirik? Diskriminantla. D bərabərdir. Diskriminantın üstünü nə idi? B kvadratı çıxaq 4. A, C. Baxın, əmsallara baxın. X-in qabağında nədir? 2-dir. Bu A-dır. Bu B-dir. Bu da C-dir. Gətirib diskriminantın üstündə qoyuram yerinə. B-in kvadratı. Bax, mənfi də olsa, müsbət də olsa, elə bunu mənfi müsbətə baxmayacaq. Çünki kvadrat itirəcək. Olacaq 9-un kvadratı, çıxaq, 4, bıraq, ayın 2-dir. C-im də nədir? 10-dur. Mənfi 10 olsa, mənfi 10 yazacaqım burada. Bu da edəcək 81 çıxaq, 80. Buradan da 1. 1-dən kök nə çıxır? 1. Bax, diskriminantını tapdım ki 1-dir. İndi köklərini tapıram. X1 bərabərdir. Köklərini tapanda B ilə işləyirəm. Burada mənfidirsə, burada müsbət olur. 9 üstə gələk diskriminant. Yəni 1 bölək 2A. 2A. 2-ni vururam A-ya. Elədi 4. Burada heç nə olmasaydı, çox elə 2 yazın geçsin. Bir də bunun çıxağını yazıram. 9 çıxaq 1 bölək 4. Bu elədi 10 bölək 4. Bununla, ixtisar edəcək, qalacaq 5 bölək 2. Bu da eləyəcək 2,5. Bu da eləyəcək 8 bölək 4. Bu da elədi 2. Demək, kökləri oldu 2 ilə 2,5. Uşaqlar, baxın, misal 18-də nə deyir? Deyir ki, bu çox saydadır. Kökləri cəmi ilə kökləri hasilini deyir yaz. Yəni, kökləri cəmi, x1 ilə x2. Kökləri cəmi. Bir də deyir ki, kökləri hasilə. Kökləri hasilə. Bu sizə geçimi yazdırmışdım. Demişdim, kvadrat təhlilçidə köklər cəmi əks işarə ilə. Əks işarə ilə neçənci əmsalı? Bu birinci əmsalı, ikinci, bu da üçüncü əmsalıdır. Kökləri cəmi əks işarə ilə ikinci əmsala bərabərdir. Bax, ikinci əmsala bərabərdir. Burada nədir? Mənfi 8. Əksi olacaq, müsbət 8. Kökləri hasili olduğu kimi üçüncü əmsal. Bax, kökləri hasili olduğu kimi üçüncü əmsal. Üçüncü əmsal nədir? Mənfi 6. Olacaq nə? Mənfi 6. Kökləri cəmi əks işarə ilə ikinci əmsal, mənfidirsə müsbət yazacağım. Kökləri hasili olduğu kimi üçüncü əmsal. Bax, bu belə yazarsınız. 20-ci sualda da köklərini veribdir. Deyir, kvadrat tənlik qur. Kvadrat tənlik qurmaq üçün mən bir dəfə kökləri cəmini tapacağım. Bir dəfə də kökləri hasilini tapacağım. Köklər nədir? Mənfi 1-dən 5. Mənfi 1 üstə gələk 5. Biri mənfi 1 müsbət ona nə edir? Çıxırdı. Hə, elədi 4. Bir də kökləri hasili. Mənfi 1 vuraq 5. Bu da elədi mənfi 5. Kökləri cəmini, kökləri hasilini bilirəmsə, kvadrat tənlik qurmağa nə var? X-in kvadratı. Burada müsbətdirsə, cəmdə müsbətdirsə burada. Aparacam, burada çıxaq 4x yazacaq. Burada mənfidirsə, ancaq üçüncü əmsalı dəymirəm. Mənfidirsə, mənfi 5 yazıram. Bərabərdir 0. Belə. Şu an 21 sapşırıqda deyil, tənliyi həll edər. Kvadrat tənlikdə düzdür, mən onu diskriminantla həll edəcəm. Diskriminantın düzdür nə idi? B kvadratı çıxar 4, A, C. Demişdim, birinci əmsal A-dır, ikinci əmsal B-dir, üçüncü əmsal da C-dir. Gətirib qoyuram yerinə. B-im nədir? 5. 5-in kvadratı, yazıram 5-in kvadratı. Çıxaq, 4 vuraq. A-im nədir? Mənfi 2. Vuraq, mənfi 2. Vuraq C. C-im də nədir? 7-dir. Bu da bərabərdir 25. Bu mənfisini ötürdü qabağa oldu üstə gələk. 4-ü 2-yə vuranda 8, 8-i 7-yə vuranda 56. Toplayanda 81. 81-dən köynəyə çıxdı 9. Demək, diskriminantı baxın uşaqlar. 9 tapdıq. Mən özüm belə axırda belə yazıram ki, bu asandır. İstifadə edəndə bir də x1, x2-nin köklərini yazım var. Baxın. Köklərini necə tapıram? Bax, burada mənfidirsə, bura müsbət yazıram. 5. Üstə gələk 9 bölək 2A. A-nın da mənfi 2 daxil. Onda olacaq mənfi 4. Yəni, içini vurursan x kvadratın qabağına. X2 də bərabərdir 5 çıxaq 9 bölək mənfi 4. Bu olacaq 14 bölək mənfi 4. İxtisar edəcək qalacaq 7 bölək 2. Bu da yəcək mənfi 3 onda 5. 5-dən 9-un çıxanda mənfi 4 bölək mənfi 4. Bu da eləyəcək 1. Demək, kökləri mənfi 3 onda 5 ilə 1 oldu. Uşaqlar, baxın, misal 33-də nə deyir? Belə veribdir, kvadrat tənlik. Deyir ki, A-nın hansı qiymətində 2 bərabər kökü var? Uşaqlar, kvadrat tənliyin, baxın, kvadrat tənliyi burada yazıram. D0-dan böyük olarsa 2 müxtəlif kökü var.
D sıfıra bərabər olarsa 2 bərabər kökü var. D sıfırdan kiçik olarsa isə həqiqi kökləri yoxdur. Burada məndən deyir ki 2 bərabər kökü var. Demək D nə olmalıdır? Sıfıra bərabər olmalıdır. Diskriminant sıfıra bərabər olmalıdır. Diskriminantı yenə düsturunu yazıram. B kvadratı çıxaq 4 AC. Bu A'dır, bu B'dir, bu da ki C'dir. Gətirib yazıram yerinə. B nədir? 6. 6'ın kvadratı 36. Çıxaq 4 vuraq. A'yım. Baxın A'yım elə A'dır. Vuraq A, vuraq C. C'yim də 1'dir. Diskriminant nə olmalıdır? 0. Bərabərdir 0 yazıram. Olacaq nə? 36 çıxaq. 4'ü A'ya, bir də 1'ə vuranda edir 4'a. Bərabərdir 0'a. 4'a bərabərdir 36'ya. A da bərabərdir 9'a. Demək A'nın 9 qiymətində kvadrat tənliyin 2 bərabər kökü var. Uşaqlar, baxın, burada nə deyil? Çalışma 34'də. Deyir ki, bu tənliyinin bir kökü mənfi 10 olarsa, bir kökü də x1 olsun. Bir kökü mənfi 10 olarsa, P'ni tapın. P bərabərdir suala. P'ni tapın. Baxın, kvadrat tənliklərdə yadda saxlayın. Nə vaxt desək ki, bir kökü filan şeydir. O həmin filan şeyi gətirin x'in yerinə yazın. Yaxşı. Bir kökü deyir mənfi 10'dur, gətir x'in yerinə mənfi 10 yaz. Harada x görürsən yerinə mənfi 10 yazıram. Mənfi 10 kvadratı. Üstə gələk P vuraq, x'in yerinə mənfi 10. Çıxaq 40. Bərabərdir 0'a. Onun kvadratı eləyəcək 100. 100 dərəcə mənfini itirdi. Baxın, bu mənfisini ötürəcək qabağa. Olacaq çıxaq P'ni ona vuranda 10P. Çıxaq 40 bərabərdir 0'a. 100'dən 40'ın çıxanda edir 60 çıxaq. 10P bərabərdir 0'a. 10P bərabərdir 60'a. P də bərabərdir 6'ya. Demək P'nin 6 qiymətində. Uşaqlar, 46-cı tapşırıqda nə deyir? Deyir ki, bunu veribdir, bunu veribdir. Deyir ki, üçünü də özünüz tapın. Baxın, belə görünərsə nə edirik? Çarpaz vuruq, düzdür? Çarpaz vuranda olur 2x1 vuraq 2x2 bərabərdir 7. Köklər hasili nə oldu burada? 7. Burada köklər hasili nədir? Neçənci əmsaldır? Köklər hasili 3-cü əmsaldır. Düzdür? Demək, 2 nə olmalıdır? 7. Bax, qutardı belə. İndi 5'ə baxın, uşaqlar. Bax, burada, bax, bayaqlar bundan 30 neçədir, orada izah edərdim. Deyir ki, bu tənliyin bir kökü 0, 0'dır, M-i tapın. M-in hansı qiymətlə deyir bir kökü 0'dır? Demişəm, nə vaxtsa desək ki, bir kökü filan şeydir, həmin filan şey gətirin, x-in yerinə yazın. Demək, x-in yerinə 0 yazarsan, 0'ın kvadratı çıxaq, 5 vuraq 0, üstə gələk 2m, üstə gələk 4, bərabərdir 0'a. Olacaq, bax, 0, çıxaq 0, üstə gələk 2m, üstə gələk 4, bərabərdir 0'a. Olacaq 2m, üstə gələk 4, bərabərdir 0'a. Məhsul 2m'dir. Toplama onda nə edirik? Bax, çərxə abcə 4 yazırsınız bura. Toplama onda çıxırsan, cavabdan çıxırsan, 0'dan 4'ün çıxanda mənfi 4. Bunu da bərabərdir, mənfi 4. 2m'nin də mənfi 2. M-nin mənfi 2 qiymətində. Uşaq, 49-cü tapşırıqda baxın. Yəni, saydədir. Bunlar biraz artıq izah edəcəm. Nə deyil? Bunu veribdir, deyir bunda siz tapın. Da siz kvadrat tənliyin köklərin cəmini, köklərin hasili tapmağı bilirsiniz. Da düzdür, köklərin cəmini neçənci əmsalı idi? Əks işarənin 2-ci əmsal. Yəni 5. Kökləri hasili nə idi? Olduğu kimi 3-cü əmsal. Olduğu kimi, hə, 7. Müsbətsə müsbət. Da köklərin cəmi var, hasili var. Gətir bu 20 hesabla da cəmi 5-dir. Hasili də 7-dir. Cavab olacaq 7-də 5. Digərinə baxaq. Uşaqlar, köklərin cəmini, köklərin hasilini mən həmişə çevrilmiş kvadrat tənliyə görə yaza bilərəm. Yəni, çevrilmiş kvadrat tənlik nədir? X kvadratın qabağı boş olmalıdır, heç nə olmamalıdır. Yəni, burada 1 var da, sadəcə yazılmır. Belə deyim, X kvadratın qabağında heç nə olmamalıdır. Onda mən bu kökləri cəmi ilə kökləri hasilini yaza bilərəm. 7-ciyə baxın, görmüşəm, bu çevrilmiş kvadrat tənlikdir. Niyə? Yox. Hardan bildim, x kvadratın qarşısında 4 var. Bunu mən birinci çevrilmiş kvadrat tənliyə gətirəcəm. Yəni, hər tərəfi x-in qarşısında nə var, ona böləcəm. Hər tərəfi 4'ə böləcəm. Bax, bunu 4'ə böləndə olur x kvadratı. 16x-i 4'ə böləndə edir 4x. 20'ni 4'ə böləndə oldu 5. Bax, bu oldu çevrilmiş kvadrat tənlik. Mən bunda kökləri cəmi ilə kökləri hasilini yaza bilərəm da. Kökləri cəmi əks işarənin 2-ci əmsal, mənfidirsə müsbət. Kökləri hasili olduğu kimi 3-cü əmsal, mənfidirsə mənfi 5. Bunları bildiyim uşaqlar, gətir burada hesablamağa nə var? Bax, bunları ortaq məxrəc hər ikisini götürürəm. Bax, bunu buna böləndə x1 rəc edir, qalır x2. Birə vuranda yenə. Bunu, baxın, buna böləndə
Bunu buna böləndə x içlər gedir, ixtisar gedir də, yəni qalır x1. x1-i də 1-ə vuranda elədi x1. Bu da bərabərdir. Kökləri cəmi 4-dür. Kökləri hasildə -5-dir. 4-ü də -5-ə bölündə -0,8. Belə. Baxın, yenə bunu veribdir, bunu da özünüz tapın. Birinci mən tez bax, çevrilmiş kvadrat təmir dəyir, heç nə yoxdur ki burada. Mən kökləri cəmi ilə kökləri hasilini yazım, hazır qalsın. Kökləri cəmi əks işarənin ikinci cəmsi. Hər dəfə deyirəm, uşaqlar yadınızda qalsın. Əslində 7, kökləri hasili də olduğu kimi üçüncü cəmsi. Mənfidirsə, -9. İndi bunu soruşur deyəm və bunu sadələşdirməliyəm. Ortaq məxrəc hər ikisidir. Həm x1-i götürürəm, həm də 2-ni. Bunu buna böləndə. x2-lər ixtisar gedir, qalır x1. x1-i də bu x1-ə vuranda olur x1-in kvadratı. Üstə gələk. Bunu buna böləndə x1-lər eynidir, gedir, qalır x2. Bunu da buna vuranda olur kvadratı. Baxaq, buradan yazıram. Sonra yenə məxrəc olduğu kimi qalsın. Uşaqlar, baxın, bu elə bir şey a kvadratı plus b kvadratı düsturudur. A kvadratı plus b kvadratının asılışı nə idi? Elmlərdən çox yazmışdıq bunu. A plus b, möhtəsən kvadratı, çıxaq 2, a, b. Bunu bilirsiniz də düzdür. Bunu bax, burada tətbiq edirəm. Olacaq x1, üstəcə x2, möhtəsən kvadratı, çıxaq 2, x1, x2, belə. Düzdür. Gətirib nə var, qoyuram yerinə. Məxrəc kökləri hasildir. Kökləri hasil nə idi? -9. Bunun kökləri cəmi neçədir? 7. 7-nin kvadratı 49. Çıxaq. Kökləri hasili -9-dur. 2-yə vuranda -18. Bir dənə də mənfi burada var deyə olacaq müsbət 18. Bu da olacaq -9 burada. Toplana neçə idi? 67. Cavab elə belə sağ, ya da qarşılarda çevirəz, fərqi yoxdur.